Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Yenə də gecikmiş bir vloqla qarşınızdayım. Bu aralar YouTube'u mən çox türklər deməli ihmal eləyirəm. Vloq yükləyə bilmirdim. Başım qarışıq idi, həm də ki texniki səbəblər oldu. Ona görə vloq paylaşa bilmirdim qızlar. Bu mənim bayram vloqumdur. Novruz bayramında yüngülvari, yəni süfrə düzəltmişdim. Düzəldərkən də çəkiliş etmişdim ki, sizinlə paylaşım. İlk öncə səməni ilə başladım işə. Ondan öncəki günü də belə süni güllər almışdım. Gülün buketini səhv eləmirəmsə 4 manata Life Center'dan aldım. Nərmanovda iş çıxışı getmişdim. Bu tərz çiçəklər axtarırdım. Əslində nərgiz gülü axtarırdım, amma tapa bilmədim. Bu tərz güllər də xoşuma gəlirdi deyə elə çəhrayı tonlarda belə bir gül aldım və səmənini bu şəkildə bəzədim. Daha sonra keçdim yumurtaları boyamağa qızlar. Bu metod bu il çox dəbdə oldu. Yəni Novruz bayramında çox dəbdə oldu. Amma təəssüf ki, görəcəksiniz, məndə alınmadı. Bilmirəm səbəb nə oldu, amma yumurtalar heç də istədiyim kimi alınmadı qızlar. Belə salfetkanın üzərinə flomasterla bəzəklər çəkib, yumurtanı da, yəni qaynamış yumurtanı da büküb bir 10 saniyə, 15 saniyə sirkəli suda saxlayıb, daha sonra çıxardıb kənara qoyurdum. Yəni internetdə gördüyüm qədərilə elədim. Hətta demişlər ki, 20 dəqiqə, yarım saat gözləmək lazımdır. Yəni sirkəli sudan çıxardandan sonra mən demək olar ki, hardasa 1 saata yaxın saxladım, amma bilmirəm səbəb nə oldu. Bəlkə də ağ sirkə ilə eləmək lazım imiş. Daha sonra mənə çatdı. Düşündüm ki, bəlkə sirkə seçimim səhv oldu. Çünki mən üzüm sirkəsi tökmüşdüm. Bəlkə də səbəb ona görə oldu ki, yəni yumurtalar yaxşı alınmadı. Düzdür, təxmini belə istədiyim tonlar alındı, amma yenə də tam istədiyim kimi alındıra bilmədim. Yumurtaları da belə bir qaba yığacam qızlar. Biraz parıltılı olsun deyə salfetkaya bitki yağı tökdüm. Onunla yumurtaları sildim və qablara yerləşdirəcəm. Qablara deyəndə də ki, yəni bu qaba yerləşdirəcəm. Bu çəhrayı rəngi olan kağız parçaları da məndə uzun müddətdir ki var. Lazım olduqca dekorlarımda istifadə eləyirəm. Bu qabda da yumurtalar çox qəşəng göründü. Biraz da gülla belə bəzək-düzək verməyə çalışdım. Yəni ümumi götürəndə istədiyim dekoru əldə etmiş oldum. Dekor deməyim, çox da yəni türklər deməli uğraşmamışam qızlar. Sadəcə olaraq uşaqlar üçün dedim ki, yüngülvari bəzəkli də olsa bir yəni süfrə açaq. Süfrəmiz boş qalmasın. Bu aralar işdə o qədər başımız qarışıq oldu ki, tədbirlərimiz oldu, uşaqların tədbirlərinə başım qarışdı. Açığı deyim ki, mən evdə elə də dekor falan belə şeylər eləyə bilmədim qızlar. Artıq uzun müddətdir ki, hamı istifadə eləyir. Məsəl üçün çəpərdən olan dekorlar, nə bilim, kənd sayağı belə dekorlar falan. Mən artıq onlardan belə deyim, bezmişəm. Əslində evdə var, özüm o vaxtı düzəltmişdim, amma onları çıxartmadım, istifadə etmədim. Çalışdım ki, belə bir şey düzəldim. İndi nə dərəcədə xoşunuza gəldisə bilmirəm, amma mən şəxsən çox bəyəndim. Mənim ümumiyyətlə böyük otağımda çəhrayı tonlardadır da, yəni bir çox dekor əşyam, pərdələrim məsəl üçün çəhrayı tonlardadır. Düşündüm ki, evimə də yaraşacaq. Xurmaları da belə balaca qablara qoydum. Bu qablar yoldaşımın, dayısı oğlunun nişanından gətirdiyimiz qablardır. Sunumluq kimi istifadə etdim. Ləpələri yığdım, quru meyvələri yığdım. Daha sonra konfet qoydum. Gül almışdım, onu da
süfrəyə qoydum. Bir də belə keçəl, nənə, bir də ki kosa. Kosadakı tam kosaya oxşamır, amma belə balaca suvenir dekorlar, onları qoydum. Şirniyyatları da tanıdıq bir adam var, ona bişirtdirmişdik qızlar. Yəni özümüz evdə hazırlamamışdıq. Belə Novruz üçün lazım olan nə var idisə, yəni süfrəmizə qoymuşduq. Açığı deyim ki, artıq bir neçə bayramdır ki, biz çox da israfa yol verməmək adına, məsəl üçün şirniyyatdır filandır, belə şeylər çox almırıq. Yəni özümüz bişirmirik ümumiyyətlə, həm də ki, alanda da çox sayda almırıq. Məsəl üçün uşaqlar şəkərburanı yaxşı yeyir deyə biraz şəkərburanı artıq alırıq. Yəni paxlavadır, badamburadır, bunları çox da elə almırıq. Bu da axşam süfrəmizdir qızlar. Novruza uyğun olsun deyə paxlava və şəkərbura, bir də tonqal formasında salat eləmişdim. Şəkərbura və paxlava mimoza salatı idi. Ocaq formasında düzəltdiyim isə paytaxt salatı idi. Daha sonra tonqalımızı da qaladıq. Yoldaşımın dayısı nəvələri də bizdə idilər. Uşaqlar tonqaldan atlandılar, elədilər. Bu da bizim 2025-in Novruzu oldu.